Bitcoin gəldidə isə dünən yəni bildiyiniz kimi yəni Amerika xəbərlərindən sonra təkan verdi. Yəni qızıl qalxdı, neft sürətlə aşağı doğru istiqaməti davam etdirdi. Gümüş qalxdı, neft qalxdı, euro dollar, funt dollar bunlar qalxdılar. Təbii ki, Amerikada çıxan xəbərlər 16:30-dan sonra bazara təkan verdi. Yəni bugün amma Bitcoin-də qalxışlar müşahidə olunmadı, amma bugün 73 965-dən sonra alışlar gələcək Bitcoin-də. Satışlar isə yalnız 73 yüzlərdən icra edə bilərsiniz. Neftə gəldidə isə gəlin neft haqqında danışaq. Yəni neft bir çoxları üçün maraqlıdır. Yəni neft necə? Yəni neft biz demişdik ki 94-ə 92-yə qədər enəcək, amma 94-lərə qədər endi. Bugün 91-40-lardan yenidən satışlar da, alışlar isə 95-76-lardan korreksiyalar gözlənir. Euro dollar, funt dollar cütünə gəldidə isə səhər saatlarında biz paylaşdıq. Evronun olan rəqabəti artıq yəni alışlara imza atır. Yəni 76 çox uzun 1.16 500-dən, yəni 200 dolları bir yüksəliş, 200 pipsli bir yüksəliş. Funtun da olan rəqabətində isə demək 1.34 500-dən də yuxarı bir 200 pipsli yuxarı doğru istiqamətinə biz nəzərə yəni almışıq. Bunu siqnal kanalında paylaşmışıq. Siz də yəni istəyirsinizsə siqnal kanalına üzv olun və siqnalları oradan əldə edin. İnşallah görüşmək ümidiyle, sağ olun.